güclü, qüvvətli, belə boylu buxunlu, çox, Mətanət Əsədova demişkən, çox hörmətli bir adam gəlir. Bir bəy, kişi, gözəllər gözəli bəyim xanım üçün gəlib. Bir bəy gəlib ki, gəl görəsən. Bəli. Gəlsin görün. Gəlsin görün. Gəl. Senin kuzu kəsərəm. Mikrofonu da verin mənə qızlar. Maşallah, maşallah. Bəs deyirəm bayaqdan sizə ki... Mən də deyirəm, kimdir o cəsarətli, belə boy. Necəsən, bu mənim Ayaz balamdır. Bu Ayaz balamız 4 yaşı var. Ay maşallah. Maşallah, 4 yaşı. 4 yaşı var maşallah, Allah saxlasın. Salamla hamını Ayaz. Dinən. Salam. Bu Ayaz bala, neyinirsən bu balaca boyunu, bu 4 yaşından? Maşallah, bir istedadlı baladır. Bir istedadlı. Ayaz, bir ağız nə oxuyarsan burada? Şirin çallar. Oxu, aha, şirin çallar. Yavaş yavaş gecə keçər, gecə keçər yar. Heç bilmirəm necə keçər, necə keçər yar. Səni durub düşündücə, düşündücə yarar. Qoşun çəkər xatirələr, xatirələr yar. Şirin güllər, şirin sağlar, bir-bir gəlib düşər yada. Ürək deyər ayrılığın, üzü dönsün bu dünyanın. Ürək deyər ayrılığın, üzü dönsün bu dünyanın. Mən səni yiyərəm. Ay rəyimlərim, cim-cim cücələrimi də bilirsən, bilmirsən? Yox. O ancaq bu yaşında. Elə qəşəng, bax nə karaoke qoysan qoy, elə qəşəng oxuyur ki, maşallah, istedaddır bu. Sən kimin kimi olmaq istəyirsən böyüyəndə? Kimə bənzəmək istəyirsən? Hələ bilmir. Hansı müğənnini sevirsən? Denən özümü. Denən özümü, bir də bəyim xanımı. Hə? Bilmirsən? Amma mənə dedilər ki, çox belə dilli uşaqsan ha. Qəşəng danışmısan bizdə orada redaktor otağında. Bəyim xanımı niyə görə çox istəyirsən? Hələ özü də bilir, axtarışdadır, hələ özü də bilmir. Sən ifaçı olasan, böyüyəndə ifaçı olacaqsan. Hə? Niyə, bax, niyə görə ifaçı olacaqsan, de görüm. Bir də səni illər sonra danışdıraram. Səhnədə olanda. Zümrüd xala, yox, Zümrüd nənə səni danışdırar, onda baba dil-dil ötərsən. İnşallah. Canımsan canım, Allah saxlasın. Çox istəyirəm. Allah atasının, anasından çox görməsin, inşallah ki, sevindiniz xanım, qorxdunuz? Çox belə, mən də şübhələndiniz bizdən. Kim cəsarət toplayıb gəlib belə, heç ağlıma gəlmir. Nə yaxşı gəldin, çıxdın bala, efirdən gördün. Atası ilə gəldi deyəsən, hə? Maşallah, oğlunuz da sizə oxşuyub. Səsiniz var sizində? Hə, də deyirəm də. Valideynlərin ürəklərində qalan bəzi üqdələr var da, onları övladları həyata keçirdir.